Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədoğlular servisinin arxası tərəfdən 200 nömrəli marşrutun düz yaxınlığında, marşruta yaxın ərazidə, üst sotun içində 2 mərtəbəli şəxsi inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verəcəm. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Bu ev şəxsi tikilmiş bir evdir. Üst sotun içində inşa olunub. Ev sahibi özünə təmin etdirib, yarımçıq işləri qalıb, az xərcləri qalıb. Ev sahibi demək olar ən keyfiyyətli materiallardan istifadə edərək evin işlərini demək olar 80% görüb. Demək olar 90%. Bana nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Ev sahibi evin böyrün əməlli başlı qazıb, xeyli. Torpağı çıxardıb, buraya əməli başlı beton verib ki, evin altını su vurmasın. Yəni, bunun hamısı nəzərə alıb. Birbaşa, düz axıra kimi bütün xeyli bura beton töküb. Yəni, bunu nəzərinizə çatdırıb. Evin arxasına qədər belə mümkündür keçmək. Həyəti gördüyünüz kimi geniş, ürək açan. Keçirin də evin içinə tanış olaq. Evin sənədləri var. Bələdiyyə sənədidir, arxivli sənəddir. Girən kimi istipol, mətbəxdir, dəhlizdir, mərmərdən işlənib, ev sahibi ən keyfiyyətli materiallardan istifadə elədiyi üçün, yəni bu nəzərinizə çatdırım. Yəni burada elə bir şey qalmayıb. Aboylar da vırılıb bəzi otaqlarda, laminat qalıb, nə var işlər qalıb da. Girən kimi sağda geniş mətbəx, haradasa 20 kvadrata yaxın mətbəxi. Bax, işıqları belə görsüz şlanqlarla işlənib. Yəni ev həqiqətən çox keyfiyyətli işlər görülüb. Əməli başlı keyfiyyətli materiallardan istifadə olunub, şnurlardan yəni istifadə olunub. Gördüyünüz kimi, bura sanuzel hissəsi. İstipolla təsiz olunub hamısı. Bura qonaq otağıdır. Yuxarılar lazerdən işlənib hamısı. Bax, sistem, görürsünüz hamısı. Toklar hamısı çəkilib sistem kimi. Divarlara vırılıb. Demək olar, tok sistemlərindən heç problem yoxdur. Ən keyfiyyətli materiallardan istifadə olunub. Bunu da nəzərinizə çatdırma, hörmətli izləyicilər. Burada bir aşağıda bir köməkçi otaqdır. Böyrü belə açıqdır, pəncərələr tam açıqdır, havalanmaya tam uyğundur. Burada bir yataq otağıdır. Yaşlı adamdan yuxarı qalxıb aşağı düşməyinə görə aşağıda bir köməkçi otaq yaradıb ev sahibi. Göz hörmətli izləyicilər, aşağıda bir mətbəx, bir zal, bir yataq otağı. Gördüyünüz kimi. Evin yenə qeyd edirəm, keyfiyyətində problem yoxdur. Nə varsa ən yaxşı keyfiyyətli materiallardan istifadə edin. Pləkanları mərmərdəndir, betondan tökülür. Qalxırıq yuxarı. Qalxan kimi. Dəhlizin, görürsünüz hörmətli izləyicilər. Aboyları vırılıb, bir dənə otaqların aboyları qalıb. Yuxarılar hamısı işlənib. Burada da elektrik sistemləri tam keyfiyyətli formada istənib. Bax, burada hamısı yığılıb. Görürsünüz, gəlib yoxlaya da bilərsiniz. Burada bir yataq otağıdır, gördüyünüz kimi hörmətli izləyicilər. Təxmin hardasa 16-18 kvadrat olar. Evin hər tərəfi işıqlıdır, havalanmaya uyğundur. Ev sahibi burada belə bir şey yaradıb, şkaf yığıb artıq əşyaları, döşələri, qabılıqçı, nəticə bax belə bir artıq yorğan döşələri yığmaq üçün belə bir şkaf yaradacaqdır burada. Bax belə bir yaradıb, buranı beton tökdürüb ora. Görürsünüz hörmətli izləyicilər. İndi prosi qalıb da, müəyyən səbəblərə görə evi çıxardıb satışa. Bura 2-ci mərtəbənin sanuzelidir. Burada bir yenə bir yataq otağıdır. 3 dənə də geniş yataq otağı buradadır. Aşağıda bir zal, bir yataq otağıdır, 3 də yataq buradadır. Yuxarılar yenə var, sərgə ilə, lazerlə kəsilib, işıqlar vermək, lazer işıqlar verməkdən ötürü. Çox sərgəli işlər görülüb. Həqiqətən burada bir dənə heç nə əsirgəməyiblər də, yəni bunu nəzərinizə çatdırma, hörmətli izləyicilər. Bax, görürsünüz, bu da haradasa 4-ün 5-lərdən, 4-ün 4-ə, 4-ün 4-50-yə belə bir geniş yataq otağıdır. Kombi sistemi hamısı çəkilib, hamısı təchiz olunub. Mərmərdən vırılıb. Burada elə bir çox xərc qalmır. Uzağı bir 10.000 xərc olar olmaz. İndi həyət bacanı demirəm, evin içindən söhbət gedir, hörmətli izləyicilər. Keyfiyyətli materiallardan söhbət gedir. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqəsi saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsindən daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 140.000 start qiymətdir. Üst sotun içindədir, şəxsi tikilidir, azmaz xərci qalıb.
Real alacaqsa endirmi birbaşa sahibinə danışacaqsa son söz hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.